Herkese salam dostlar, mən Qeyris Azə. Bugün Age of Story Congress 2.1 model versiyonundan yeniden sizlerle birlikteyim. Azərbaycanın ikinci bölümü ilə qaldığımız yerdən davam edirik dostlar. Keçən bölüm ilk videomuz olduğuna görə təbii ki ikinci YouTube girişimin olduğunu demiştim. Yeniden başladığımıza görə bu da ikinci bölümdür. Keçən bölümdə etmişdik, özətə keçək uzatmadan. Bildiyiniz kimi Azərbaycanla başladıq ilk olaraq bir oyunda, xəritəvi, tarixi, coğrafi oyunda olaraq. İlk öncə öz ölkənlə oynayırsan, belə bir şeydir, mən də belə istəmirəm. Azərbaycanla oynadıq, başladıq və səhv etmirəmsə 300.000 falan nüfuzda, aşağı nüfuzda səviyyədəydik. Artıq yavaş-yavaş yüksəldik. İlk öncə alt yatırımları yerinə yetirdik. Qalalar, inşalar, universitet, sonra ekonomi yatırımı etdik, nüfuz yatırımı etdik, teknoloji yatırımı etdik, araşdırmalar etdik və ordu bastıq. İndi isə yeni bir fikirlər ortaya qoyuram. İlk öncə artıq 2028-ci ili gəlib, 2029-cu ili oktyabr 2002 ayı və gördüyünüz kimi ölkələrdə də ilk öncə reallığa əsasən, missiyamız o idi ki, reallığa əsasən hərəkət eləyək və bütün hamısını yerinə yetirdik. 500.000-ə yaxın nüfuzumuz var, 70-ci yerdəyik hardasa və bizim missiyamız odur ki, Türkiyə ilə, Pakistanla ortaqlıq quraq, müttəfiqlik imzalayaq və yavaş-yavaş lazımı gəlsə operasyonlar edərək öz torpaqlarımızı, keçmiş ana torpaqlarımızı geri alaq dostlar. Belə baxıram, ilk öncə xeyr, bu deyil. Bəli, ilk öncə Böyük Azərbaycanı qurmaq üçün bu torpaqları Ermənistanın bütöv hamısı, bir də bu donma şey var, xarablıq dediyim kimi. Bir də ki, buraya qədər hardasa neçə əyalətdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 əyalət eləyir. 13 Ermənistanla bir də 14, 15, 16, 17 əyalətə elə keçirməyimiz lazımdır. İrana qarşı hələ böyük bir bu oyun elə bir şeydir ki, 2.1 versiyonu çox çətindir. Həqiqətən. Hətta yəni eyni ordularla, məsəl üçün 2000 ordum var. Burada 1199 ordudur. Bura girə bilmərəm. Bunun ordusunu tamamilə yox etməliyəm. Hər halda bu oyunu bilirsiniz dostlar. Artıq yavaşdan uzatmadan oyunuza keçə bilərik. İlk öncə Türkiyə ilə, Rusiya ilə, Pakistanla, İranla əlaqələri çox yaxşı tutmaq lazımdır. Diplomasiya və reallığa əsasən biz bu oyunu oynayırıq. Yəni belə deyə bilərəm. Gürcüstanın baş bəlalıq bilər, çünki ətrafdakı bütün ölkələr narazı pisdir. Yəni belə bir torpaqda, kiçik bir ərazidə yaşayıb belə bir ölkələrə qarşı diplomasiyanı düz tutmaq lazım deyil. Bu ölkələrlə də aramızı yaxşı tutaq. Ərəbistanla da, artıq demişdim, Avropaya da qarşı bir diplomat olaraq hərəkatlarımızı göstərəcəyik. Yorumlarda gəlməyib hələ ki Avropaya qarşı belə çox da istiqamlı görsənmir. Hardasa tərəfimizi Asiyadan yana tutmuşuq kimi görsənir. Biz yenə də hər tərəflə yaxşı əlaqələr quraq. Niyə Amerika belə yarımçıq qalıb? Bunlarla da əlaqələrimizi gücləşdirək dostlar. Məncə yəni belə düşünürəm. Mən belə daha gözəl olar. Hər nəysə, ondan sonra düşünərik dostlar. Məncə bunu Avropaya daha yaxın olmalı. İkinci bölümümüz bəlkə də Azərbaycandan sonra Türkiyə olacağını düşünürəm. Ona görə də Avropa ilə daha belə bir hərəkət eləmək, yəni reallığa əsasən oyunları oynamağa çalışıram çox vaxt. Hər nəysə. İndi isə keçək əsas yolumuza. İlk öncə 2029 girdi. Artıq yavaşdan Ermənistanı almağın vaxtıdır. Askeri orduları ən çox Bakıda tutmağı düşünürəm, amma düşüncəm əsasən Qarabağlı orduları tuta bilərik. Çünki Azərbaycanın ən böyük əskərlərinin ən çox olduğu yer Qarabağdır. Hər nəysə, Ermənistanın ekonomisine baxaq. 116.000 nüfus, 6.000-7.000 ekonomi, hardasa 3-4 minlik bir ordu yetəcək deyə düşünürəm. Ordunun 2.000, bura 2.000-də Qarabağda. Naxçıvanda da ordu basmağımız lazımdır. Kontur var, ancaq ki tam olaraq konturda bir neçə problem və virüs olduğu üçün tam olaraq orada oynamır, amma yaxın gələcəkdə orada da oynamağı düşünürəm. Türkiyə ilə aramızda çox böyük güc fərqi var, amma yenə də onlarla əlaqəmizi yaxşı saxlayıb ittifaq qurmaq düşünürəm dostlar. Azərbaycanda da ilk öncə nüfuz yatırımı çox önəmlidir, nüfuz basmaq lazımdır.
Türkiye ile əlaqələrimizi bir daha gücləşdirək, digərləri də qaldırmazlıq paktları imzalayaq ki, hər nə ehtimala qarşı. Bəli, Azərbaycan olaraq diplomatiyanın çox gözəl bir şəkildə istifadə edirik. Diplomatik yolları, diplomatlarımıza təşəkkür edirəm, təbrik edirəm onları. İttifak haydi biraz daha. 2029 oldu, biraz daha. Yaxşı, Ermənistanla bir müharibə apardıqdan sonra yenidən bunu gündəmə gətiririk dostlar. Burada bir 500'lük ordu daha da həm reallığa əsasən daha yaxşı olar tanınması, həm də gerçəklərə doğru, yəni tam bir müharibə formasında. Bəli, 2029 sentyabr, yenə sentyabrda savaş ilan edilir. İlk öncə savunma deyə düşünərdim. Naxçıvandan hərəkət eləməyəcək. Yəni 2 tur deyil. Burada turlar əsaslı Naxçıvandan hərəkət eləməyəcək. Qarabağ ilk öncə bizə lazım olan buradır. 700 ordu bura, 1355 ordu bura. Burada bir nə qədər az, o qədər daha yaxşı. Minlik ordu göndərək dostlar. Oranı aldıq, çox şükür. Ala bilmədik 2 torpağı, hər nəysə. Bunları Naxçıvana göndərək ki, orada eləyə bilsinlər. Bu ordunun bir çoxu 1200, 1100 falanla hücum eləməyə çalışıram. Ala bildik, çox şükür. İndi iki tərəfli buranı belə saxlayaq ki, girə bilməsinlər. Belə, buradan da böyle. Paytaxta hücum və çox şükür sonunda Ermənistan düşdü və artıq Azərbaycan torpaqlarına qatıldı. Və artıq Ermənistan deyə bir topluluq, Ermənistan deyə bir ölkə yoxdur bunun üzərində. Asimilyasiyaları yerinə yetirək, tez bir şəkildə aldıq və Türk dünyasını daha çox birləşdirdik. Bu operasyonda Azərbaycana xeyirli uğurlu olsun. Bəli dostlar, Türkiyə ilə aramız daha da yaxşılaşdı, güclərimiz daha da çoxaldı. 50.630.000-ə yaxın nüfuzumuz oldu. Ordumuz ise 4.300, yəni 4.000'dən girmişdim. Sözüyle o kadar da kaldı. İttifak teklif et. Çok az kaldı ittifaklık için. Haydi. Biraz daha lütfen. Biraz daha. Biz en yaxşısı araştırma yatırımları. Biraz daha. Bence bu sefer olacaq. Evet, şükür. Azərbaycan Türkiyə müttəfiqliyi 2030 ildə quruldu dostlar. Xeyirli, uğurlu olsun. Yolumuz, qazamız mübarək olsun. İndi isə sırada Pakistan'da. Təbii ki, bunun üçün tez addım etməyək, hərəkət etməyək. Amma bir də ki, biz vaxtı biraz tez eləmişdik. Daha gecə daha doğrusu. Bir ay məsələn 10 tur içərisində bitir. O da çox yaxşıdır. Daha reallığa əsasən. Bəli dostlar, indi isə sırada nə var? Sırada gücləşmə dövrü var. Bu yatırımları bitirək. Araştırma yatırımları. 63-cü sıraya gəlmişik. Çox gözəl. Səsimiz çox çıxabilir. Asimilyasiyalar tamamlandıqdan sonra 1500'e qədər oldu və nə var? 7 ədəd. 10 gələndə çox gözəl. İndi burada İrəvanda bir üniversitet. Çok güzel. Başka harda bir de burada daha güzel olardı. Xeyr, hamısını düşündük. En yaxşısı ordularımızı ilə paytaxt Bakıda saxlayaq, daha realist ola bilər. İndi isə Qafqazda ekonomik savaşda, ekonomik texnolojik yatırımlar savaşında və Gürcüstanı onsuz da alt etmişik. 20 əyalətimiz var. Əyalət olaraq, ekonomi olaraq 3 qatı həddindən artıq vurub keçmişik. Yəni 3 qatı yolu dəqiqə. Ancaq onların da bu zəifliyini, oradakı nüfuzun çəkdiyi acıları da düşünərək artıq buramda işğal etmək vaxtın gəldiyini düşünürəm dostlar. İndi ilk öncə yatırımlara baxaq. Texnoloji nüfuzumuz əladır. Yatırım eləyək Bakıya, bu iki torpağa. Bu iki torpağın həm də altyapısı daha güclü olduğu üçün ikinci yerdədirlər. Ona görə də daha çox yaxşı yatırım etmək olur. 53.000, 54, 55, 56, 57. Bəli, pulumuz qutardı. 1700'lərə qədər çıxdı dukat pul gəlirimiz. Bu da çox yaxşıdır. Yavaş-yavaş ilerləyirik dostlar. Belə ki, Bakıya tam olaraq yatırım edirik.
Dubaya da yatırım edək. Dubay yuxarı tərəflər. 65, 66, 67. Artıq ikinci torbağa da bütün pulumuzu yatırım edirik. Hardasa 70.000 ola bilsək 70k olduq bəli. 70k 47-ci sıraya gəldik. Çox gözəl maşallah. İranla digərlərindən də əlaqəmizi yaxşı tutaq. Və indi isə sırada Pakistandır. Sizinlə də bunların hamısı ilə əlaqələrimizi yaxşı tutaq ki, heç birisi bir gün bizə qarşı çıxmasın. Hələ ki Rusiya ilə Ukrayna savaşı çıxmayıb. Hələ ki tam olaraq savaşlar çıxmayıb. Sıfırdan başlayanda oyuna bunların əlaqəsi çox pis olur. Düşman olurlar. Ona görə də diqqətli olmaq lazımdır. Hansı tərəfimizi seçəcəyinizə biz qərar verəcəyik dostlar. İndi Türkiyə gördüyümüz kimi ordular tutur. Hər ölkədə ordu var. Yəni tam reallığa əsasən bir ordu. Bunların arasında yaxşıdır, yəni İraq, Suriya falan. Çox da qarşılıq yoxdur. Bizim Türk dövlətlərlə də əlaqəmiz yaxşı olmalıdır dostlar. Oradasa Macaristanla da bəli, hər neysə Azərbaycanın əlaqələri çox gözəldir. Avropa ilə biraz əlaqələrimiz aşağı yatır. Yəni demək olar ki, NATO və Avropa ilə çox çətin əlaqələrimiz var. Hər neysə yatırımlara baxdığımızda yönetimə biraz verək. Potensial olduğu üçün araşdırma yatırımları eləyək dostlar. İndi Gürcüstanla sıra gəldi, çatdı oranı işğal etməyə. Amma Pakistanın da burada əsas rəqiblərimiz Türkiyənin əsas rəqibi elə bildiyiniz kimi Yunanistandır. Suriyanı əməlli başlı düzəltməyə çalışır. Azərbaycan da həmçinin Gürcüstandır. Böyük Azərbaycanı vurmağa çalışır. Ermənistan alır. Pakistanda da həmçinin Hindistandır və bunun üçün Afqanistanla, Tacikistana hücum edib böyüməlidir. Plan budur, çox gözəl bir şəkildə onu həyata keçirməliyik. Demək olar ki, yarısını, %30, %40-ını həyata keçirmişik. İndi isə sıra Pakistanla əlaqələrdir. Pakistanla artıq müttəfiq olmaq zamanıdır. Amma bizim elə bir ki, onların gücü, nüfuzu çoxdur. Amma Türkiyədən biraz daha azdır. Ekonomik olaraq da aşağı səviyyədədir. Biz onlara dəstək olacağıq, onların yanında olacağıq. Onlarla bir müttəfiqlik imzalayacağıq dostlar. Hardasa videoda 13-14 dəqiqə gəldi. Artıq bugünlük bu qədər. Yəni mən digər Age of Story oyuncuları daha ilk bölümdən Ermənistana girir, Gürcüstana girir. Amma mən daha çox diplomati serisi eləməyə başladım. Yəni daha reallıqlara bağlı əsas olaraq. Hər neysə bugünlük də bu qədər. Oyunu kaydedək. Tamamlansın və bugünlük bu qədər. 2028-dən 2030-ya qədər seri oldu. Artıq bir sonraki bölümdə 2038-40-a qədər eləyəcəyik və hədəflərimizdən ilk başında da Pakistanla müttəfiq olmaqdır. İranı hər üst tərəfdən sıxışdırmaqdır. Türkiyə ilə tam dəstək olmalı birlikdə Suriyanın planlarını ortaya qoymaqdır dostlar. Və ən əsasda Gürcüstanı tamamilə bütün torbaqlarını almaq, Batumini Türkiyəyə vermək, qalanla biz həm də Qara dənizə də çıxa bilərik. Artıq o zamana baxacağıq. Hər neysə, sağ olun, salamat qalın dostlar.